Portuqaliyada Benfica'ya diz çöktürən Qarabağ Bakıda Kopenhagenə qarşı yenə də tarix yaza biləcəkmi? Gəlin birinci Kopenhagenin güclü tərəflərindən danışaq. Burada əslində 3-2-5-dən daha çox 3-1-6 taktikası formalaşır. Cinah müdafiəçiləri bütün cinahı işləyərək imkan verirlər ki, cinah yarım müdafiəçiləri yarım cinahlarda mövqe tutsunlar və Nestorovun fərqi ondan ibarətdir ki, bu mövqedə daima 2 futbolçu olmalıdır. Hətta biz görəcəyik ki, mərkəz hücumçularından biri olan El Yunusi, hansı ki bizim fikrimizcə komandanın ən unikal futbolçusudur. El Yunusi özü belə bəzən sağ cinaha keçəndə onun yerinə ya orta sahədən ya da wingerlərdən biri gələrək cərimə meydançasında üstünlük yaratmağa cəhd edir. Lakin bizim ehtiyatlı olmalı olduğumuz və rəqibin ən intensiv, ən güclü silahı. Gəlin əvvəlcə overloadlardan danışaq. Baxın bu epizodda sağ cinah müdafiəçisi olan Huesca, sağ cinah yarım müdafiəçilər kombinə edir. Bu kombinə etmək zamanı 3 oyunçuya fikir verməyinizi xahiş edirəm. Birinci olaraq hücumçulardan biri olan Mokokodur. Sonra sol cinah yarım müdafiəçisi Chori'dir və El Yunusi, hansı ki əslində sağ cinah hücumçusudur. Bir qədər əslində epizoddan geri qalıb, amma mahiyyət ondan ibarət. El Yunusi'nin uzaqdan da çox güclü və çox effektiv zərbələri var. Bu epizodda mərkəz yarım müdafiəçisi olan 12 nömrəli futbolçu Leraje ilə link-up edir və gördüyünüz kimi çox gözəl qol vurur. Ümumiyyətlə, vantular var, biz FIFA-dan öyrənmişik. Nesterov çox yaxşı şəkildə istifadə edir. Bu qədər hücuma meyillik əslində Kopenhagenin zəifliyidir və Kopenhagenin zəifliyi Qarabağın güclü tərəfləri ilə belə üst-üstə düşür. Elə bir Qarabağ üçün ideal bir münbit şəraitdir. Əgər buradan Qarabağ çox sürətlə çıxa bilərsə, rəqibi çox rahatlıqla say azlığında tuta bilər. Konferans liqasının 8-1 finalında Chelsea ilə öz evində buraxdığı 2 qola baxaq. Yavaş paslarla topu hara gəldi vurmamaqla komanda arxadan çıxmaq istəyir. Baxmayaraq ki, 2 hündür hücumçusu var. Hər iki epizodda gördüyümüz kimi Chelsea-nin ilk fazada intensiv pressingi, hansını ki Qarabağ da çox yaxşı şəkildə edir və Benfica effektiv şəkildə edirdi, öz işinə yarayır. Xorvatiyalı qapıçı Kotarski də çox bərbad şəkildə oynayır ayaqları ilə. Qarabağın bir növ çörək ağacı ola biləcək bir elementi. Gəlin baxın bir neçə epizoda baxaq. Hardakı qapıçı ortabab bir təzyiq altında sınır. Digər epizodda baxın, səhv mövqe seçir və səhv edir. Sizin fikrincə Qarabağ bu maçda müsbət nəticə əldə edərək bizim play-off xəyallarımızı canlandırmağa başlayacaqmı? Yoxsa Kopenhagen Qarabağ üçün keçilməz bir səthə çevirəcək?